Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Jinpinə başsağlığı məktubu göndərib. Dövlət başçısı məktubunda Hong Kongda yaşayış kompleksində baş verən güclü yanğın və çoxsaylı insan tələfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığını bildirib. Yaşanan ağır faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə, yaxınlarına, dost Çin xalqını öz adından və Azərbaycan xalqı adından dərin hüzünlə başsağlığı çatdırır, yaralılara tezliklə şəfa diləyirəm deyə Prezident vurğulayıb. Xatırladaq ki, noyabrın 26-sında Çinin Hong Kong xüsusi inzibati bölgəsində yerləşən yaşayış kompleksində baş tutan yanğında 279 nəfər həyatını itirib. Aparılan məqsədyönlü islahatlar sosial ödənişlərlə yanaşı pensiya təminatına ayrılan vəsaitlərin artmasına da şərait yaradıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlayıb. Bildirilib ki, 2018-2025-ci illər ərzində orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya isə 234 manatdan 575 manata yüksəlib. Gələn il həmin rəqəmlərin müvafiq olaraq 590 və 629 manata çatacağı gözlənilir. Nazirlik onu da əlavə edib ki, növbəti ildə pensiyalara ayrılacaq vəsait 7 milyard 993 milyon manat olacaq. Bu göstərici də 2018-ci illə müqayisədə 2,3 dəfə çoxdur. Bakıda dayə çalışdığı evdən 60 min manatlıq oğurluq edib. Hadisə Xətai rayonunda qeydə alınıb. Zərər çəkən polisə müraciət edərək evindən ümumilikdə 60 min manat dəyərində qızıl zinət əşyalarının yoxa çıxdığını bildirib. Daxili İşlər Nazirliyinə verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun dayə kimi işlədiyi evdən son 3 ay ərzində qızıl zinət əşyalarını hissə-hissə oğurladığı üzə çıxıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Moskva ilə Budapeşt arasındakı münasibətlər geosiyasi gərginliklərə baxmayaraq inkişaf etməkdə davam edir. Bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla Moskvada keçirilən görüşü zamanı deyib. Dövlət başçısı Orbanın Ukrayna məsələsindəki balanslı mövqeyinin Rusiyada diqqətlə izləndiyini vurğulayıb. Putin həmçinin Rusiya ilə ABŞ arasında mümkün danışıqların Budapeştdə samitə çevrilə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə belə bir görüşün Budapeştdə keçirilməsi ideyası ABŞ prezidenti Donald Trumpa məxsusdur. Viktor Orban isə öz növbəsində Ukrayna ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə hazır olduqlarını bəyan edib. Noyabrın 29-una gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 14-17 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 4-8, gündüz 13-16 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.